Bakıda bir nəfərin mədəsindən 9 ədəd qaşıq çıxarılıb. Hadisə gecə saatlarında baş verib. Məlumata görə saat 01:00 radələrində şəhər klinik xəstəxanalarından birinə bir neçə metal qaşıq udan şəxs barədə təcili tibbi yardım üçün müraciət olunub. Buna qədər isə xəstənin vəziyyətinə görə o bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Hazırda həmin xəstənin yanındayıq. Məlumata görə 55 yaşlı Mətləb Bədəlov ötən gün gecə saatlarında 9 ədəd metal qaşıq olub. Bir neçə saatlıq əməliyyatdan sonra onun mədəsindəki qaşıqlar çıxarılıb və hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Endotraxeal anesteziya altında aparılan və təxminən 4 saat davam edən prosedur zamanı pasiyentin udduğu 2 hissəyə bölünmüş ümumilikdə 9 ədəd 18 parça metal qaşıq təhlükəsiz şəkildə çıxarılıb. Xəstəni biz təcili tibbi yardımda dəyərləndirdiyimiz zaman şuurunun açıq olduğunu gördük və qarın müayinəsində qarnı yumuşaq, palpasiya ilə qarında ağrı yox idi. Sevindirici hal oldu ki, 4-5 saat sürsə də yad cisimlərin 9-u da oradan çıxarıldı. Yad cismin udulması sırasında mədə boşluğunda və qida borusunda seyirli qişada sıyrıntılar, yaralanmalar vardı. Buna bağlı sızıntı şəklində qanamaların olduğunu gördük. Eyni zamanda yad cismin oradan çıxarıldığı sırada da biz kontrol etdik. Mədənin çıxış hissəsində çox kiçik bir 1 santimlik kiçik bir hafif bir sıyrıntı gördük. Amma oranın yuyulub aspirasiya edilməsindən sonra qanamanın olmadığını gördük. Amma yenə də kontrol altında tutmağı istədik və bu səbəblə xəstəni reanimasiyaya yatırdıq. Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub. Özünün dediyinə görə və psixiatri dispanserinin çalışanlarının verdiyi bilgiyə görə axşam yeməyi sırasında olub bütün sürəc. Axşam saat 6-7 radələrində mətbəx əşyalarının, o qaşıqların yerində olmadığını görüncə və belə bir şübhədə olublar. Şübhəyə də səbəb öncədən xəstənin, pasiyentin bu tarz bir sui-qəsd etdiyinə görə belə bir şübhələr olub və xəstəni dərhal ambulansda icbari sığorta ilə acilə gətiriblər. O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir. Nərmin Məmmədhəsənli, Namiq Hüsiyev, Xəzər xəbər.